Istəyirəm ki, hər zaman uşaqlarımızın gözəl sədaları, səsləri gəlsin, xoşbəxt yaşasınlar, sevincli olsunlar, atalı, analı böyüsünlər. Mən buradan vətən uğrunda şəhid olan şəhidlərimizin övladlarını da təbrik edirəm. Onlara da gələcəkdə uğurlar, can sağlığı arzulayıram. Onlarla fəxr edirik biz. Onları da unutmamışıq. Bütün balaların bayramı təbrik edirəm. Xoşbəxt olsunlar, xoşbəxt yaşasınlar. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiyabad qəsəbə 3 nömrəli tam orta məktəbdə möhtəşəm tədbir keçirilib. Məktəbin həyətində təşkil olunan şənlik məktəbin şagirdləri, müəllimlər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin açılışında məktəbin direktoru Afət Camalova balacaları ürəkdən gələn təbriklərini çatdırıb. O qeyd edib ki, uşaqlar hər bir ölkənin, hər bir ailənin gələcəyidir. Sizin sağlam, xoşbəxt və təhlükəsiz böyüməyimiz bizim üçün ən vacib məsələdir. Sizə xoşbəxt uşaqlıq, maraqlı oyunlar və gözəl gələcək arzulayıram, deyə direktor vurğulayıb. Daha sonra tədbir məktəbin şagirdlərinin rəngarəng və şən çıxışları ilə davam edib. Uşaqların ifasında səslənilən şeirlər, mahnılar və müxtəlif səhnəciklər alqışlarla qarşılanıb. Xüsusilə məktəbin aşağı sinif şagirdlərinin hazırladığı rəqs nömrələri tədbirə xüsusi rəng qatıb. Bununla yanaşı uşaqlar üçün əyləncəli viktorinalar və oyunlar da təşkil olunub. Rəngarəng dekorasiyalar, şarlarla bəzədilmiş məktəbin həyəti bayram əhval-ruhiyyəsini daha da artırıb. Balacalar gün boyu müxtəlif müsabiqələrdə iştirak edəcək şən və yadda qalan anlar yaşayıblar. Tədbirdə çıxış edən müəllimlər və valideynlər uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, uşaqların təhsili, sağlamlığı və xoşbəxtliyi cəmiyyətin inkişafı üçün əsas prioritetlərdən biridir. Sən səslənən zamanda dağlar qalxır ayağa, səlam deyir, eşq olsun bu müqəddəs torpağa, Azərbaycan himnimiz. Qeyd edək ki, hər il iyunun 1-i Dünya Uşaqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunması, onların xoşbəxt, təhlükəsiz və sevgi dolu bir mühitdə böyüməsinin vacibliyini vurğulamaq məqsəd daşıyır. Uşaqlar həyatın ən gözəl, təmiz və dəyərli nemətləridir. Onların sağlam və xoşbəxt inkişafı hər bir cəmiyyətin və dövlətin əsas prioritetlərindən biri olmalıdır. Bu gün dünya ölkələrində müxtəlif tədbirlər keçirilir. Uşaq festivalları, konsertlər, şənliklər, idman yarışları və digər maraqlı proqramlar uşaqlara həsr olunur. Məktəblərdə, bağçalarda və mədəniyyət mərkəzlərində uşaqlar üçün xüsusi proqramlar hazırlanır. Onlara qayğı və diqqət göstərilir. Azərbaycanda bu bayram xüsusilə qeyd edilir. Respublikamızda uşaqların hüquqlarının qorunması üçün mühüm qanunvericilik bazası mövcuddur. Uşaqların sağlam böyüməsi üçün dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələri, məktəblər və istirahət mərkəzləri uşaqların inkişafı üçün daim fəaliyyət göstərir. Uşaqların təbəssümü dünyamızı daha da gözəl və rəngarəng edir. Onların xoşbəxtliyi üçün valideynlər, müəllimlər və bütün cəmiyyət əl-ələ verərək çalışmalıdır. Uşaqlara diqqət və qayğı göstərmək, onların maraqlarını müdafiə etmək yalnız bir gün deyil, hər gün bizim borcumuzdur. Bugün bu tədbiri keçirməkdə məqsədimiz bizim gələcəyimiz olan körpələrin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə onları təbrik etmək idi. Bugünkü tədbirdə iştirak edən ibtidai sinifləri öz təşəkkürümü bildirirəm. Onlar öz gözəl rəqsləri ilə, mahnıları ilə, səhnəcikləri ilə bizi sevindirdilər. Bizə çox xoş oldu. Uşaqlar bizim gələcəyimizdir. Biz onları qorumalıyıq ki, onlar da bizim vətənimizi qorusunlar. Biz hər sinifə daxil olarkən bizim hər şey arxa planda qalmalıdır. Yəni biz uşaqları sevirik, onlarla həvəslə işləyirik. Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Beləliklə, Mehdiyabad qəsəbə 3 nömrəli tam orta məktəbin balaca şagirdləri üçün bu gün unudulmaz bayram kimi yadda qalıb. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.